Bu yanaşma yanvarın 12-sində Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illəri əhatə edən dövlət proqramına həsr olunmuş müşavirədə də ön plana çəkilib. Dövlət başçısı qeyd edib ki, Bakı şəhərində mövcud su və kanalizasiya sistemləri köhnəlib, şəhərin genişlənməsi və əhalinin artımı bu infrastruktura ciddi yük yaradıb. Xüsusilə intensiv yağışlar zamanı yaranan çətinliklər küçə və prospektlərin su altında qalmasına, nəqliyyatın hərəkətində çətinliklərə və infrastruktura ziyan vurur. Yağış və tullantı sularının eyni sistem üzərindən axıdılması problemi daha da dərinləşdirir. 20 il ərzində bir neçə regional inkişaf proqramı qəbul edilmişdir. Hər proqram 5 ili əhatə edirdi və proqramlar uğurlu icra edildi. Bunun nəticəsində biz əsas infrastruktur məsələlərini həll etdik. İlk növbədə elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə etmişdir. Tamamilə yeni mərhələyə qədəm qoyduq. Bu yaxınlarda yeni külək elektrik stansiyasının açılışında bir qədər bu məsələyə toxundum. Bugün bizim enerji generasiya gücümüz tələbatımızdan daha artıqdır. Hətta biz elektrik enerjisini ixrac edirik. Problemin kompleks həlli məqsədi ilə Prezident İlham Əliyevin 12 yanvar 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş dövlət proqramı 2026-2035-ci illəri əhatə edərək Bakı və Sumqayıt şəhərləri ilə yanaşı bütün Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin mərhələli şəkildə yenidən qurulmasını, müasir tələblərə cavab verən ayrıca yağış suları şəbəkəsinin yaradılmasını, habelə ekoloji təhlükəsizliyin gücləndirilməsini nəzərdə tutur. İçməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub. Azərbaycan vətəndaşları yaxşı xatırlayırlar ki, vaxtilə bu insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Və tədricən bu məsələlər də öz həllini tapmışdır. Bugün bizim əksər şəhərlərimizdə içməli su kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir. Su anbarları Azərbaycanın su təhlükəsizliyinin əsas dayaqlarından biridir. Hazırda işğaldan azad edilən və ölkənin müxtəlif regionlarında su qovuşan Xaçınçay, Köndələnçay, Zabuqçay, Həkəriçay, Bəlgüşadçay və Zəyəmçay su anbarlarının bərpası və tikintisi intensiv aparılır. Köndələnçay su anbarları kompleksinin təmir bərpadan sonra yenidən istismara verilməsi su ehtiyatlarının səmərəli idarə olunmasına və kənd təsərrüfatının inkişafına geniş imkanlar yaradır. Layihə əkin sahələrinin su təminatını yaxşılaşdırmaqla yanaşı istehsal potensialını da artırır. Bu addım işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinin torpağa həyatın qaytarılmasının mühüm göstəricisi hesab olunur. Köndələnçay su anbarları regionun sosial-iqtisadi inkişafına güclü təkan verərək dayanıqlı gələcəyə inamı möhkəmləndirir. Bərpa dövründə bu su anbarlarında əsaslı təmir işləri, yenidən qurma işlərinə start verildi və 2024-cü ilin may ayının 10-da ölkə prezidenti cənab İlham Əliyevin özünün şəxsən iştirakı ilə bu su anbarlarının açılışı olundu. İşğal dövründə demək olar ki, anbarların tam şəkildə yararsız salınmışdı. İstifadəsiz vəziyyətdə idi və istismara yararsız halda idi. Bərpa dövründə, yeni qurulma dövründə bütün bunlar hamısı yenidən bərpa olunaraq tam şəkildə istismara yararlı hala gətirildi və hal-hazırda da gördüyünüz kimi bu su anbarlarımız istifadəyə tam yararlıdır və istifadə olunur hal-hazırda da. Bu layihələr yalnız suvarma və içməli su təminatını gücləndirmir, həm də ölkənin ümumi su balansının optimallaşdırılmasına xidmət edir. Laçın, Qubadlı və Naxçıvan Muxtar Respublikası ərazilərində yeni su anbarları və magistral kəmərlərin layihələndirilməsi isə uzunmüddətli su təminatı və iqlim dəyişikliklərinə uyğun idarə etməni təmin edir. Bugün biz azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra edirik. Son 5 il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da
həyata keçirirdi. Sərsəng və su qovuşan su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə etməsi bizə böyük problemlər yaradırdı. Bugün isə su qovuşan su anbarı, sərsəng su anbarı tamamilə yenidən qurulub. Rəqəmsallaşma və innovativ texnologiyalar su anbarlarının və kanalların effektiv istifadəsini dəstəkləyir. Elektron su təsərrüfatı sistemi və SCADA vasitəsilə su obyektləri real vaxt rejimində monitorinq edilir, su anbarlarının əməliyyat rejimləri iqlim dəyişikliklərinə uyğunlaşdırılır. Pilot layihələr çərçivəsində Bakı şəhərində təmizlənmiş tullantı sularının kənd təsərrüfatında istifadəsi həyata keçirilir, suvarma təminatı optimallaşdırılır, su itkiləri minimuma endirilir. Ölkə üzrə sayğaclaşmanın 93%-ə çatdırılması, yeni içməli su və kanalizasiya xətləri, yağış suları drenaj sistemlərinin qurulması da su anbarlarının tam potensialdan istifadəsini dəstəkləyir. Xəzər dənizindən alternativ su mənbəyi kimi istifadə və duzsuzlaşdırma zavodlarının inşası su təhlükəsizliyinə əlavə güc verir. Bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır və qeyd etdiyim kimi son 20 il ərzində ancaq sadaladığım, halbuki görülən işlər qat-qat çoxdur. Layihələr onu göstərir ki, əgər vaxtında bu addımlar atılmasaydı, bugün bizim su təhlükəsizliyi ilə bağlı olan məsələlər çox ciddi bizim üçün problemlər yarada bilərdi. Bizim isə məqsədimiz dayanıqlı su ilə əhalini və sənayeni, kənd təsərrüfatını təmin etməkdir. Su mənbələrini qorumaqdır. Su anbarlarının potensialını artırmaqdır. Uçotu tam yaratmaqdır və mövsüm gələndə suları yığmaq ki, sonra il boyunca onlardan istifadə etmək. Prezidentin vurğuladığı kimi, bu sistemli tədbirlər yalnız mövcud problemləri həll etmir, həm də gələcəkdə intensiv yağışlar, quraqlıq və digər iqlim risklərinə qarşı dayanıqlı su təminatının əsasını qoyur. Su anbarları və müasir infrastruktur layihələri Azərbaycanın su balansını gücləndirir və ölkənin regionda su resurslarını ən səmərəli idarə edən dövlətlərdən birinə çevirir. Tərlan İbrahimova, Rahim Əkrəmoğlu, Sura Bəşirova, Zaur Həsənov, NTV Xəbər.